Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Afrikanların İnadkar Fil Balası adlı nağılını danışacağam. Afrika meşələrinin birində bir fil ailəsi yaşayırdı. Bu ailədəki ən balaca fil çox inadkar və dəcəli idi. Bir dəfə fil ailəsi gəzməyə çıxdı. "Bizimlə gəl," ata fil dedi. "Xeyr, mən sizinlə gəlmirəm." İnadkar fil balası başını buladı. "Gəl, birlikdə gəzək." Anası çağırdı. "Yox, gəlmirəm." "Gəlsənə." Qardaşı da çağırdı. "Dedim ki, yox." İnadkar fil balası hiddətlə cavab verdi. Ailə bala fili tək qoyub gəzməyə getdi. Bala fil bir müddət tək başına əyləndi. Amma sonra darıxmağa başladı. "Bundan sonra fil olmaq istəmirəm. Fil balası olmaq çox pis şeydir," deyə düşündü. "Görəsən, nə olum?" O vaxt gözü atlana-atlana qaçan ceyrana sataşdı. "Ceyran olacağam," deyə qərar verdi. Ceyranı təqlid edərək hoppanmağa başladı. Amma qalın və kobud ayaqları bir-birinə dolaşdı. Xortumu üstə yerə yıxıldı. "Ceyran olmaq elə də əyləncəli deyil," ağlından keçirtdi. "Ondansa meymun olaram." Meymunlar yaşayan ağacların yanına getdi. Ağacın üstündə budaqdan budağa tullanan meymun balalarına səsləndi. "Bundan sonra mən də meymunam." Meymunlar ağacdan fil balasının yanına düşdülər. Biri belinə çıxdı, biri qulaqlarını çəkdi, biri quyruğundan asıldı, digəri başına hindqozu atdı. Bala fil başını tutub meymunların arasından zorla qaçdı. Yolda əl-alban bir tutuquşuya rast gəldi. Tutuquşu bu ağacdan digərinə uçurdu. O, kiçik filin çox xoşuna gəldi. "Tutuquşu olmaq istəyirəm. Mənə uçmağı öyrədə bilərsənmi?" deyə soruşdu. "Əlbəttə öyrədərəm." Tutuquşu razılıq verdi. Birlikdə göl kənarındakı dik yamaca yollandılar. Tutuquşu qabağına keçib dedi: "İndi uça bilərik." Fil də onun etdiyini təkrarlayaraq özünü yamacdan aşağı atdı. Tutuquşu qanadları ilə uçarkən yaramaz fil balası daş kimi aşağı yuvarlanıb təpəsi üstə gölün ortasına düşdü. Palçıq içində sudan özünü qurtarmağa çalışarkən lap qorxmuşdu. Birtəhər sahilə çıxanda üst başı palçıq yosun içində idi və hər tərəfi ağrıyırdı. "Deyəsən, mənim üçün ən yaxşısı elə fil balası qalmaqdır," deyə düşündü. Sonra ailəsini axtarmağa başladı. "Artıq onlar kimi olmaq, onlarla birlikdə gəzmək istəyirəm." Beləliklə fil balası öz səhvini anladı. Quşlar dəvə olmaq istəsə, atlar balıq olmaq fikrinə düşsə, necə olar? Quş olub uçmağı kim istəməz ki? Amma ən yaxşısı necə yarandığımızı qəbul edərək ağıllı və yaxşı örnək olmaqdır. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.